Şeyxülislam Allah şükür Paşazadə Vatikanda Roma papası ilə görüşüb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah şükür Paşazadə fevralın 9-da Vatikanda müqəddəs taxtacı və Katolik kilsəsinin başçısı Zati Müqəddəsləri Roma papası 14-cü Leo ilə görüşüb. Pontifikin şəxsi dəvəti ilə baş tutan audensiyada Şeyxülislam Allah şükür Paşazadə və Azərbaycandakı dini konfensiya rəhbərləri, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yahudiləri icmasının rəhbəri Milik Yevdayev, Alban Udi Xristiyan dini icmasının sədri Robert Mobili, Sefarad Yahudiləri Bakı dini icmasının rəhbəri Zamir Sev iştirak ediblər. Qonaqları səmimi salamlayan Papa 14-cü Leo, Azərbaycandakı dini konfensiyaların birlikdə Vatikana səfərini sülh, insan qardaşlığı mühitində birgə yaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib. Şeyxülislam Allah şükür Paşazadə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, 1-ci xanım Mehriban Əliyevanın, Azərbaycan xalqının səmimi salamlarını Papa 16-cı Leo həzrətlərinə çatdırmaqdan böyük şərəf duyduğunu ifadə edib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti Zat Aliləri İlham Əliyev tərəfindən davam etdirilən və ölkəmizin 1-ci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın səyləri ilə inkişaf etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi olduqca məmnun edir. Bildirib ki, mərhum Roma Papası Fransisk Həzrətlərinin Azərbaycana tarixi zəfəri, Azərbaycandakı dini konfensiyaların rəhbərləri ilə görüşü və ölkəmizin multikultural dəyərləri, nümunəvi dinlər arası mühiti barədə xoş fikirlər hər zaman xatirimizdədir. Şeyxülislam Allah şükür Paşazadə xüsusi qeyd edib ki, Azərbaycanla müqəddəs taxtac arasında əlaqələrin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər heç şübhəsiz ki, böyük töhfə verir. Dini mərkəzlər, Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında 10 illiklərə dayanan, uca yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir. Ötən il oktyabrında Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrin bünövrəsini formalaşdıran Nostra Aetat sənədinin 60-cı il dönümü münasibəti ilə Vatikanda təntənəli yubiley tədbirində pontifiklə ilk görüşlərini xatırladan Şeyxülislam Həzrətləri Roma Papasının şəxsi dəvəti əsasında baş tutan bu dəfəki görüşün xüsusilə əlamətdar olduğunu vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri müqəddəs taxtacla Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etmişdir. İlk dəfə Papa 2-ci Yohan Pavelin Azərbaycana səfərini, Bakıda Katolik kilsəsinin bünövrəsinin qoyulmasının gələn il 25 illiyinin tamam olacağını xatırladan Şeyxülislam Allah şükür Paşazadə, Bakıda inşa olunan və Papa 2-ci Yohan Pavelin adını daşıyacaq 2-ci Katolik kilsəsinin açılışına Papa 14-cü Leonun təşrif buyurmasını arzu etdiklərini ifadə edib. Şeyxülislam Allah şükür Paşazadə qeyd etmişdir ki, gələn il 2027-ci il Azərbaycanla müqəddəs taxtac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin, ümumilli lider Heydər Əliyevlə müqəddəs Yohan Pavel arasında ilk görüşün 30-cu il dönümü qeyd olunacağı ildə Roma Papasının ölkəmizə səfəri xüsusilə əlamətdar olar. Bununla əlaqədar Şeyxülislam Həzrətləri Azərbaycandakı dini konfensiyaların məşvərət şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası 14-cü Leoya təqdim edib. Şeyxülislam Allah şükür Paşazadə 4 fevral tarixində Abu Dhabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2026-cı il Zayed İnsan Qardaşlığı Sülh mükafatının təqdim edilməsi mərasimində iştirak etdiyini və Roma Papası 14-cü Leonun laureatları təbrik və xeyir-dua müraciətini böyük maraqla dinlədiyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin regionda sülh üçün böyük, davamlı səylər göstərdiyi bir zamanda Erməni kilsəsinin bu prosesi tanımaması, uca yaradana xoş gedən sülhü dəstəkləməməsi təəssüf doğurur. Revanşist mövqedən çıxış edən Erməni kilsəsinin dini abidələrinin dağıdılması ilə bağlı yaydığı məlumatların doğru olmadığını, Bakının mərkəzi hissəsində Erməni kilsəsinin mövcudluğunu qeyd edən Şeyxülislam Allah şükür Paşazadə, pontifikin Azərbaycana səfəri zamanı bu reallıqları bilavasitə müşahidə edə biləcəyini vurğulayıb. Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs etmişdir. Azərbaycandakı Dağ Yahudiləri icmasının rəhbəri Milik Yevdayev, Azərbaycanda hökm sürən etnik dini harmoniya mühitindən və multikulturalizm modelindən bəhs edib. Alban Udi Xristiyan dini icmasının sədri Robert Mobili, multikultural Azərbaycanda Alban Udilərin tarixi dini mədəni irsinin qayğı ilə qorunub saxlanılmasından, dini abidələrinin
Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsindən danışıb. Müqəddəs ana kilsəsinin şəklini hədiyyə olaraq gətirdiyini bildirib. Sefarad Yahudiləri Bakı Dini İcmasının rəhbəri Zamir İsayev həmçinin Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verib. Görüşdə Azərbaycan Respublikasının müqəddəs taxt tacı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycandakı dini konfensiya rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 9-da Vatikanın dövlət katibi Kardinal Pietro Parolin ilə görüşüb. Şeyxülislam Allahşükür Paşazadə Kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, Azərbaycan xalqının Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın salamlarını Kardinal Pietro Parolinə yetirib. Şeyxülislam Allahşükür Paşazadə müqəddəs taxt taclı əməkdaşlıq çərçivəsində Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpası, Vatikan Muzeyi və Apostol Kitabxanası ilə sıx əməkdaşlığını, Vatikan Kitabxanasında Azərbaycan tarixinə dair arxiv əlyazmalarının rəqəmsallaşdırılmasını yüksək dəyərləndirib. Görüşdə qarşılıqlı maraq doğuran məqamlara dair fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Şeyxülislam Allahşükür Paşazadə məmnuniyyətlə bildirib ki, Kardinal Pietro Parolin Azərbaycanın sivilizasiyalar arası dialoq prosesində rolu, multikultural mühiti, dinlər arası səmərəli əməkdaşlıq və dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə kifayət qədər məlumatlıdır. Əlavə edib ki, Azərbaycan dövləti və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi sivilizasiyalar arası dialoq, dinlər arası əməkdaşlıq prosesinin fəal iştirakçısıdır və bu prosesə real töhfələr vermək iqtidarında və əzmindədir. Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan dövləti bugün işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir. Vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri, məscid, kilsə və məbədləri yenidən bərpa və inşa edir. Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə Vatikanın dəstəyini bu illər ərzində hiss etmişik və buna görə minnətdarıq. Həmin gün Şeyxülislam Həzrətləri müqəddəs taxt tacın şərq kilsələri üzrə dikasteriyasının prefekti Kardinal Claudio Guzerotti ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə kardinalın uzun illər əvvəl ölkəmizdəki fəaliyyəti xatırlanıb. Kardinal Guzerotti Azərbaycanla Vatikan arasında mövcud əlaqələri yüksək dəyərləndirib, bildirib ki, dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması sülhə ən böyük töhfədir. Şeyxülislam Həzrətlərinin dinlər arası əməkdaşlıq müstəvisində xidmətlərini yüksək dəyərləndirən Kardinal Guzerotti, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Roma papası 14-cü Leonun şəxsi dəvəti ilə Vatikanın səfərini olduqca vacib hadisə kimi qiymətləndirib. Görüşdə həmçinin Vatikanın mədəniyyət və təhsil dikasteriyasının prefekti Kardinal Jose Tolentino Mendonça iştirak edib.